Salam dostlar. Növbəti xanım xəstə bizə toksikizovla müraciət edib. İllərdir özünü toksikizovla xəstə hesab edir və bu müddət ərzində müalicələr almasına baxmayaraq şikayətləri keçmir. Və hal-hazırda boynun ön səthində gördüyünüz kimi çox böyük ölçülü, yumuşaq, elastik konsistensiyalı məhdud hərəkətdir. Məhdud hərəkət ona görədir ki, artıq həcm o qədər böyükdür ki, boyunda artıq hərəkət eləməyə yer yoxdur. Bu vəziyyətdə bizə müraciət edib. Allah qoysa əməliyyat edəcəyik. Əməliyyata qədər müəyyən dərmanlar müalicə etməliyik ki, toksikozun zəhərli təsirindən orqanizmi qoruyaq, ürək fəaliyyəti normallaşsın və əməliyyat vaxtı yaşana bilən fəsadlar yaşanmasın. İndi xanım özü nələrdən şikayət edir, bu şikayətlərini öz dilindən eşidək və sizlərdə də əgər xanımın dediyi şikayətləri varsa, bu həddlərə gəlmədən doğru həkimə müraciət edəsiniz. Buyurun, sizi nə narahat elədi ki, həkimə getdiniz? Neçə ildir beləsiniz? Çoxdandır belədir, yəni neçə həkimlərdə olmuşam. Yəni sizi də TikTokda gördüm. Belə, yəni ki, sizə inanıb gəlmişəm. İnşallah da ki, İnşallah inanıb doğrudarıq. Nə narahat edir sizi ümumiyyətlə? Məndə çox əsəb olur. Belə məni sadəcə arxası üstə qalır. Bəli, arxalamışam. Biraz arxası üstə olanda boğuluram. Əsəbləşəndə nəyisə vurub qırmalıyım. Yəni o vəziyyətlərə Tərləməniz falanınız necə? Ürək döyüntülər? Ürək döyüntüm də olur, təzyiqim 170 olur. Tamam. Yəni keçmiş olsun. İnşallah əməliyyatdan sonra nəticəmizi də sizlərlə bölüşərik və Allah bizi sizi deyib gəlmişəm. İnşallah da göydə Allah, yerdə ümidim sizsiz. Təşəkkür edirəm. Allah bizi sizin qarşınızda utandırmasın. Sağ olun.